Dövlət müstəqilliyinin bərpasından sonra keçən dövr ərzində Azərbaycanın kənd təsərrüfatı uğurlu inkişaf yolu keçmiş, bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı xeyli artmış, əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Bu sahədə qərarların qəbulu üçün əsas statistik informasiya mənbəyi olan kənd təsərrüfatının siyahıya alınması ölkəmizdə cari il iyul ayının 15-dən avqustun 15-nə də keçiriləcəkdir. 10 ildən bir aparılan siyahıya alınma ilə ölkəmizin tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilər də əhatə olunacaqdır. Əziz həmvətənlər, siyahıya almada iştirak edin ki, gələcək uğurlarda sizin də payınız olsun. Siyahıya alınma suallarına verilən dolğun və düzgün cavablar